Bu və digər maraqlı xəbərləri iqtisadiyyat buraxılışından dərhal sonra sizə təqdim edəcək. İndi isə iqtisadiyyat xəbərlərini təqdim etmək üçün sözü Aysel Fərsiyyə vermək istəyirik. Aysel, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir Mehman. Hansı xəbərlərlə gəlmişsiniz? Mehman, maraqlı xəbərlərimiz var. İstərdim ki, bir neçəsini diqqətinizə çatdırım. Məsələn, Türkiyənin Şahdəniz və Tanapdakı payları artırılıb və bundan başqa bəzi başqa müqavilələrdə imzalanıb. Bu müqavilələrdən xəbər tutacaqsınız. Eyni zamanda ölkədə sənaye üsulu ilə bal istehsal etmək üçün fermerlər stimullaşdırılmağa başlayıb və fermerlərə hansı güzəştlər var, hansı layihələr var və nə qədər vəsait xərclənəcək, hər birindən Economics-də xəbər tutacaqsınız. Buyurun, təqdim edin xəbərləri. İndi isə bir qədər də ətraflı. Bugün Türkiyənin Şahdəniz 2 və Transanadolu təbii qaz boru kəməri layihələrində payının artırılması ilə bağlı imzalanma mərasimi keçirilib və mərasimdə 4 razılaşma sənədi imzalanıb. Bunlardan birincisi Türkiyənin Totalın hissələrini alışı ilə bağlıdır. İkinci sənəd Türkiyənin BOTAŞ və Dövlət Neft Şirkəti arasında TANAP hissələrinin alış-satışı barədə müqavilədir. İmzalanan üçüncü sənəd BOTAŞ və TANAP qaz daşınması anlaşmasıdır. Dördüncü sənəd isə Türkiyə ilə Azərbaycan hökumətlər arası TANAP-la bağlı razılaşma protokoludur. Mərasimdə çıxış edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu günü tarixi gün adlandırıb və bildirib ki, bu gün imzalanan layihələrin təkcə Türkiyə ilə Azərbaycan arasında deyil, enerji sahəsində beynəlxalq münasibətlər çərçivəsində həyata keçirilən mühüm layihələrdən biridir. Ölkə fermerlərində sənaye üsulu ilə bal istehsalına maraq artırmaq üçün yeni təkliflər irəli sürülüb. Sahibkarlığa Kömək Milli Fondunun Balakənin Qullar kəndində keçirdiyi növbəti işgüzar forumda əsas müzakirə mövzularından biri də bu olub. 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə ümumilikdə rayonun iqtisadiyyatı üçün prioritet hesab olunan bir neçə nümunəvi investisiya layihəsinin təqdimatı olub. Yaşıl marketin südlü istiqamətli müasir ailə fermer təsərrüfatlarının, həmçinin qarğıdalı və arıçılıq təsərrüfatlarının yaradılmasına fond tərəfindən maliyyə vəsaiti ayrıla bilər. Forum çərçivəsində Balakənd və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkara 644,5 min manat güzəştli kredit verilib. Fəaliyyəti dövründə 217 arıçılıq inkişafı ilə bağlı layihə maliyyələşdirilib və 3 milyon manata qədər güzəştli kredit vəsaiti verilib. Sahibkarlar Kömək Milli Fondu təkcə arıçılıq inkişafına güzəştli kreditlər vasitəsilə deyil, həmçinin həmin avadanlıqların alınması, gətirilməsi, quraşdırılmasına da müvafiq təşviqat işlərinin aparılmasına köməklik göstərir. Dünyanın en böyük iqtisadiyyatına malik olan Birləşmiş Ştatlar bu ilin ilk rübündə son 3 il ərzində ən pis nəticəni nümayiş etdirib. Dövlət Ticarət Departamenti səbəbi qış fəslinin sərt keçməsi ilə əlaqələndirib. Birləşmiş Ştatlar iqtisadiyyatı ilk rübə ərzində bütün gözləntilərimizi alt-üst etdi. Sərmayə yatırımlarının azalması bir sıra faktorlarla əlaqədardır. Ümumiyyətlə əsas səbəb qış fəslinin sərt keçməsi oldu. Məhz bu amilin nəticəsində ticarətin hər bir sahəsinə böyük zərər dəydi. Nəticədə isə ABŞ iqtisadiyyatı 2011-ci ildən bu yana ilk dəfə olaraq ciddi geriləmə ilə üz-üzə qaldı. Birləşmiş Ştatlar iqtisadiyyatı inkişaf səviyyəsini bərpa etmək üçün öncəki əzəmətini qaytarmalıdır. Bu fikri Atlanta Federal Ehtiyatlar Bankının rəhbəri Denis Lockhart səsləndirib. Statistikaya əsaslanaraq söyləyə bilərəm ki, Birləşmiş Ştatlarda məşğulluq səviyyəsi zəifdir. Şirkətlər iş yerlərini artırmır. O cümlədən ölkədə çox az insan mövcud iş yerlərini ataraq daha perspektivli iş axtarmağa meyillidir. Əmək məhsuldarlığı da Birləşmiş Ştatlar iqtisadiyyatının inkişafını ehtiva etmir. Lakin bu müvəqqəti tendensiyadır. ABŞ iqtisadiyyatı öncəki əzəmətini itirir. Ölkədə yeni bizneslərin yaranması kəskin azalır və böhran dövründə isə onların əksəriyyəti iflasa uğramışdı. Qeyd edim ki, federal ehtiyatlar sistemi də faiz dərəcəsi vasitəsilə münasib şərait yarada bilər ki, bu da iqtisadi dirçəlişin sürətlənməsinə yardım edəcək. Almaniyada may ayında pərakəndə satış rekordunda irəliləyiş hiss olunub. İnflyasiya və mövsümi faktorlar nəzərə alınmaqla aprel ayı ilə müqayisədə bu ay 3% artım olub. Ekspertlər bu rəqəmin 2%lik həddi aşmayacağını təxmin edirlər. Bundesbank rəsmiləri bildiriblər ki, son zamanlar Almaniya iqtisadiyyatı iradəli xarakter nümayiş etdirir və tələbat mühiti olduqca yüksəlib. Birinci rübdə 1,7%lik iqtisadi artım və işsizliyin son 20 ildə ən aşağı səviyyə düşməsi hökumətə etimadı artırıb. Rusiya ilə Çin arasında imzalanan müqavilə Rus qazına olan marağı bir qədər də artırıb. Gazprom şirkətinə bildiriblər ki, artıq şərq ölkələrinin Rusiya mavi yanacağı uğrunda mübarizəsi başlayıb.
Rusiya qazının Asiya bazarına çıxması böyük irəliləşdi. Məhz imzalanan sazişdən sonra dünya bazarlarında Rusiya təbii qazı uğrunda rəqabətin artdığını hiss edirik. Hesab edirik ki, Avstraliya, Kanada və Şərqi Afrika ölkələrindən idxal edilən və nəqd etmə xəzəri baha başa gələn layihələr gündəmdən düşə bilər. Avropa bazarı da bizim üçün önəmlidir. Amma şəhərdəki alıcılarımız da heç də qərbdəkilərdən geri qalmır. Bütün variantlar gözdən keçirilir və yaxın zamanda digər irəliləyişlərə nail olunacaq. Neft bazarı artıq mənfi dinamika nümayiş etdirməyə başlayıb. Light neftinin bir bareli 103 dollar 19 sentə təklif edilir. Yəni Amerikanın New York Əmtəl Birjasında hərraca çıxarılan bu neft 0,24% ucuzlaşıb. 0,15% eniş edən Brent nefti isə son hərraclarda təqribən 110 dollara təklif edilir. Qızıl da bahalaşır və hazırda sarı metalın bir unsiyası 1257 dollardan bir qədər yüksəkdir. Gümüşün qiymətində 0,16%lik artım var və bu metal indi 19 dollara təklif edilir. Platinin qiyməti 1461 dollara qalxıb, palladium, mis və alüminium da bahalaşıblar. Bu saat Amerikanın aparıcı indekslərində azalma müşahidə olunur. Avropanın fon birjalarında da eyni tendensiya qeydə alınır. Almaniyanın daksı 0,3%, Böyük Britaniyanın FTSE 100 isə 0,2% ucuzlaşıb. Yaponiyanın Nikkei 225 indeksi də eniş nümayiş etdirib. Avro-dolların məzəməsi 1,36-ya bərabərdir. Dollar yen 101,63-dür. Funt sterling dollar isə 1,62,52-yə mübadilə olunur. Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzəmmələri isə belədir. Dollar 78 qəpiy yarımdır. Avro 1 manat 7 qəpiyə yaxın. Rusiya rublu 2,3 qəpiyə, Türk lirəsi isə 38 qəpiyə mübadilə olunur. Belə, bu bizim ekonomikdə çatdıracağımız sonuncu iqtisadiyyat xəbəridir. Səda isə həmkarım Mehman Mehdiyevin təqdimatında davam edir.